Mən bu sualı çox mənasız sual sayıram. Mən sənədlərin arasında pul verərəm, məni işlə təmin edir. Şəhərdən təsəvvür elə. İnsan bağı var, evi var, çox yaxşı maşını var, uşaqları öz əldə oxuyur və s. Diqnəsi yerində deyil, mən xoşbaxt deyiləm. Özün bilirsən, mən natiqlik üzrə təlimçiyəm və bundan pul qazanıram, amma adımın 3-cü hərfini deyə bilmirəm. Sırf HR-lığın müəyyən funksiyaları var ki, insanla işləyir və ya sistemlə işləyir. Biz bütün insanlar talent kimi doğulub, istedad kimi. Biraz bizi uşaqlıqdan öyrədiblər ki, filan kəs qonşunun oğlu istedadlıdır. Mənə 1.57 boy verir. 1.59 olsaydı sistem pozulur. Çox qısa zamanda çox tez sürətli illərlə baş verməyən aydınlanma baş verir. Metodika özü belə buna xidmət edir. Yəni insan Napolyon tortu yeməyibsə, Napolyon istəməyi bu illüziyadır. Daxili dayaq xarici dayaqdan önəmlidir. Baxın, o biznesmenlər ki, özlərinə inanır, öz daxili dayaqlarını formalaşdırır və öz daxili bacarıqlarını, öz energetikalarını evi yanında əlindən keçir, kriter növbəsini tikəcək. Dünya uduzub tez qalxanları sevir, çevik olanları, nə ki güclü olanları. Yəni artıq əvvəl güclü olmalısan tendensiyası var idi, indi elastik olmalısan. Nə canlı 10 dəqiqə biz coaching eləyə bilərik 10 dəqiqə mənim üzərimdə. Evet, Okay.